Salam canlarım, hoş geldiniz benim günlük vloguma. Bugün evde sakit öz işlerimi görürdüm ve dedim ki sizlerle de paylaşım. Hem motivasyon olsun hem de birlikte günümüz güzelleşsin. İlk olarak başladım mətbəxdə. Bilirsiniz də qaz silmək var ha, elə bir işdir ki adam gündən günə tarixə salır. Amma bu dəfə dedim Nigar dur və bunu bitir. Hem təmizlədim, hem də elə rahatladım ki ev işi adamın beynini boşaldırmış kimi olur. Sonra keçdim meyvələrə. Evdə bir-iki alma, küp, çuğundur vardı. Dedim bunları niyə belə saxlayım? Tez bir şirə çəkdim. Valla o qədər dadlı alındı ki İçəndə elə bir bədənimə enerji yayıldı. Siz də evdə meyvə qalanda belə edin. Həm israf olmur, həm də vitamin deposu kimi içirsən. Bugünüm çox xüsusi bir şey olmasa da, belə xırda işlər adamın həm rahatladır, həm də evə bir başqa təravət gətirir. Mən də istədim ki, siz də bu enerjidən pay alasınız. Hər günümüz möhtəşəm olmaya bilər, amma kiçik işlərlə özümüzə gözəl bir gün yarada bilərik. Mənim üçün bugün ən gözəl hissəsi o təmiz mətbəx və o təzə çəkilmiş meyvə şirəsi oldu. Canlarım, videomu izlədiyiniz üçün çox sağ olun. Hər zaman dediyim kimi ev işləri yorucu ola bilər, amma nəticəsi adamı həm motivasiya edir, həm də rahatladır. Gələn vlogda görüşərik. بیا ببالینم شبنم گل نار بیا ببالینم آی چشم و چراغ دل عاشق ای غنچه باغ دل عاشق